Herkese hamdolsun, Azərbaycan yeganə Brawl Stars kanalına xoş gəlmisiniz. Bugünkü Brawl Stars videomuzda 2019-2020-ci illərdə Brawl Stars necə idi ona baxacağıq və yeni ilə müqayisə edəcəyik. Əlbəttə ki, yenini mən sizə göstərməyəcəm, çünki yeni olsa necədir bilirsiniz. Kupa yolumuz bu şəkildə göstərir. Əlbəttə ki, videoya çox söhbət başladıq. Siz nə edirsiniz? Bu tarz videonun davamı üçün xahiş edirəm və kanalımızın böyüməsi üçün videoya like atın, kanala abunə olun və videonun sonuna kimi izləyin, çünki yəni heç bir hissəni qaçırmaq istəməzsiniz. Kupa yolumuzu bildik, yəni klasik kupa yolu. Bu arada bu hissələri bir dənə açaq, bir dənə böyük kutu açaq. Görün, yəni əvvəl necə idi, yəni açılış formamız. Bu arada yəni bu hissələrdə mən də oynamışdım. Yəni bu illərdə mən də oynuyordum. Yəni həqiqətən əvvəlki yəni dövrlər tamam ayrıdı. Burada aşağıda yəni kutular var. Hər oyun oynayacağınız jetonlar və əgər bilmirsinizsə mən bunları sizə demək məcburiyyətindəyim. Kartlar bölməmizdən əvvəl 28 dənə kartlar olub, indi 86 dənə olub. 86 harca 4 qatı karakter var. Deməli, bunlar yüksəkdə yəni boş bu ulduz şeyini gördünüz bu arada. Yəni oldlar xatırlayar. Sizdən bir oyun savaş top oynamaq istəyirəm. Deməli, oyunun yəni həmçinin oyunun başlanğıcına, sonlanmasına, hər şeyinə baxıb deyən diqqət yetirək ki, yeni ilə müqayisə edə bilək. Bu oyunda botları yəni bilirsiniz də, əvvəl yəni ən azı bir yəni rütbə atlayana qədər yəni oyunun ancaq sizə botlar verir. Oyuna sürətli bir şəkildə başlamış olduq. İlk qolumuzu bir dənə sürətli şəkildə ataq, görə qol falan nətər idi, dəyişibmi, dəyişib. Bu arada oyunda yəni qrafiklərdə həqiqətən çox ciddi dəyişiklik görsün. Bu arada qolu atamadım. Ciddi dəyişikliklər var, həqiqətən oyunu çox qəşəngləşdiriblər. Biraz elə ki, yaxınlaşdırma da ola bilər oyunda. Top qıratadı, bir də mən tez doğulum. Yəni əgər bilmirəm, istəsəz bu hesaba kupa kasa bilərik. Yəni bu hesabı nə bilim, harca bütün kartları açıb 28 dənə kartlar var. Yəni çox vaxtım olmaz. Bütün yəni kartları açıb o hesabı gəlişdirə bilərik. Əgər istəsəz sizə də yəni necə yüklənər göstərə bilərəm. İlk qolumuzu bu şəkildə atdıq. Qolda heç bir problem yoxdur. Qol yenə eyni olduğu kimi qalıb qol atmaq. Bu şeyi yoxlamaq istəyirəm. Bizdə bilmirəm, görmüsünüz yoxsa YouTube-da görməmisiniz, mən də bilmirəm. Əvvəl atmaq oldu yoxsa yox. Deyilənə görə yəni öz qapımıza əvvəl qol ata bilirdik. Bir də bu yoxlayaq. Atmaq olmurmuş ya öz qapımıza. Yoxladım, atmaq olmur. Bu bəs əvvəl videolar izləyirdim. Deyilənə görə öz qapımıza qol ata bilirdik. Sonradan nəsə yəqin o bug'zal imiş, yəni o dövrlərdə. Bu arada bunların bir dənə təsirsə botlarda 2 saat bizim dostlarımıza bot olduğu üçün atamırlar da. Buna bax, atdıqları şeyə bax ya. Nəysə, oyunu bir dənə tez kəsdim, o kat atdım ora. Çünki bəzi şeyləri yoxluyordum mən. Bir dənə tez oyunumuzu qol atıp qutaraq. Bir dənə bitirik ekrana bax, görə bitirik ekranımız necədir. Ayda oldlar bilər də bu ekranın. 8 kupamız bu arada gəldi. Oyunun son ekranında yəni bu şəkildədir. Bu 2019-da belə idi. 2020-dən sonra 2020 sonlarına doğru dəyişdi. Kupamız bu şəkildə aldıq. Oyunda yəni bir dənə burada böyük kutu gəldi. Böyük kutu açaq, 3 yazdı. Qəşəng rozamız da çıxdı. Yəni çox böyük bir şey. Bu arada əvvəl 4 dənə ender, 8 deyil, 4 dənə ender karakter var imiş əvvəl. Klanlar bölməsini sizə göstərəcəm. Bir dənə ikonumuzu buradan yüksəldək, çox vacib imiş kimi. Bir dənə kartelləri göstərsəm, hansı kartelləri var. Colt bu şəkildə göstərir. Dynamite bu şəkildə göstərir. 3 dənə əfsanəmiz olub əvvəl. İndi sayını bilmirəm də, indi çox əfsanə var. Mənim 86 dənə karakterim var. Ana Brawl hesabında da. Kulübə bölməsi bu şəkildədir. Burada bir dənə kulübə qatılmışdım mən sizə göstərmək üçün. Yəni burada da heç nə çıxmadı da, yəni heç bir danış bilmirəm. Ona görə çıxdım kulübdən. Kulüb bölməsi demək olar eyni qalıb, sadəcə istiqamətləş. Mağazin bu şəkildə görsən, burada mega kutular falan var. Deməli, baxırıq çox bir şey yoxdur. Burada bir dənə bunu alaq. Böyük kutuda əslində savaş kutusuydu. Buradan əvvəl yadınıza jetonla almaq olurdu, pulla almaq olurdu. Jeton, savaş yüksəltmək. Burada da kod yazmaq var, creator kodlarını, yəni vəsə. Yəni oyun tamamilə yəni bu şəkildə. Başqa sizə nə göstərə bilərəm deyə düşünürəm. Rozamı bir dənə sizə şeydə göstərim, bu karakter yoxluyduq ha. Bura çox dəyişib də. Bu nə da? Oyun bilsiniz, elə bir ekran balacalaşdırıblar. Oyun əlimizə balaca gəldi. Bir dənə buradan test kəsdik. Görürsünüz, yəni effektation yoxdur. Və oyun biraz qrafik cəhətdən yəni inkişaf etdirilib. İndi bizim oynadığımız Brawl Stars'da yəni inkişaf elətdirilib. Ult açıq, ultimizə yəni eyni, yəni başqa heç nə yoxdur. Buradan çıxaq, vacib bir şey yoxdur. Rozamızı da yüksəltməyə qalsın. Yəni başqa sizə nə göstərir? Brock bu şəkildə göstərir. Vəsə, heç nə. Başqa heç nə göstərəmirəm. Bir dənə bu karakterləri neyiniyəm? Kostyumlara baxmaq istəyirəm. Prosta əvvəl kostyum yox idi indiki kimi. Elə bilirəm indi bu altda var idi. Düymeye basırdıq, kostyumu açılırdı. Bu əvvəl yox imiş. Aşağıda kutular var. Profilimiz buradan bu şəkildə göstərilmiş əvvəl profilimiz. Yəni profildə də yəni şəkildə buna bir dənə şəkil qoyaq. Buradan VIP şeylər var. Bu Propes üçün daxı heç nə. Propes üçünmüş. İndi Propes yoxdur axı. Əvvəl bilmirəm nəsə pulla imiş deyəsən bu adlar.
Yəni səhv ola bilər. Burada yəni dəqiqdən bir xəbərlər. Ya, ayarlarımızı göstərmək istəyirəm. Ayarlarımız bu şəkildədir. Yəni klassik ayardır, yəni dəyişib eləməyib. Savaş günlüyümüz eyni qalıb, heç bir şey dəyişdi yox. Nəysə. Demək olar hər şeyi sizə göstərməyə çalışdım. Videomuz bura qədər. İnşallah videomu bəyənirsiniz. Like atmağı və kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Bay bay.